Həzrəti Yusuf Peyğəmbər barəsində ki, o zindanda deyir ki, bəs ağanın öz ağabın yanında, Fironun yanında məni xatırlayarsan, orada ona nəsə nöqsan kimi qəbul edirlər də. Amma əslində belə baxanda hər bir ağıllı insanın ata biləcəyi bir addımdır da. Bu adamı maddi səbəblərdən faydalanmalıdır da. Bu adamı xəyanət üstündə götürüb basıblar içəri. Heç bir kəsə də şikayət edə bilmir. Heç nə deyə bilmir, öz günahsızlığını da sübut edə bilmir. Yəni bunu çox pis bir ittihamla, xəyanətlə, özü ki, kimə qarşı onu böyütmüş, öz evində yer vermiş filan, Züleyxaya qarşı güya bu əstəğfirullah, binamusluq ittihamıdır da bu. Yəni onun yerində kim olsaydı bu fürsəti əldən verməzdi. Adını təmizə çıxartmalı. İstəyirdi ki, burada adını təmizə çıxsın. Ona görə deyir ki, bəs orada xatırlayarsan məni. Çox ağıllı bir addım atır əslində. Amma bunu ona məsələn hədislərdə nöqsan kimi, amma çox maraqlı, mən deyəsən Əllamə Təbətəbaidən mizanda oxumuşam ya Arifə Cavad Amiridə görmüşəm ki, heç deyir bu məsələnin ona dəxli yoxdur. Deyir, elə olsaydı biabırçılıq idi ki, Allah Teala deyərdi ki, o bir hədis sonra deyir, bir neçə adamın duasını Allah qəbul etmir. Biri o adam deyir, işləmir, deyir, Allah mənə ruzu ver. İşlə də, qaydası var da. İndi Yusuf Əleyhisselam deyir ki, ay Allah, mən özün xilas elə, Allah görürsən də gedir şahın yanına, bir dərdivi də. Əlbəttə, burada bir hədisdə nə işar ola bilər? Özü də, üzr istəyirəm hacı, orada buyurur ki, şeytan unutturdu. Görürsünüz? Gedən adama bəli. Yəni Allah əslində Allah unutturmadı. Allah unutturmadı. Şeytan unutturdu. Yəni orada ona görə deyir ki, əslində o rəvayətdədir. Quranla heç üst-üstə düşmür. Bir halda üst-üstə düşə bilərsən müəllim. O da nədir? Bəzi alimlər deyirlər ki, Yusuf Əleyhisselamın məqamı İbrahim Əleyhisselamın məqamına hələ qalmışdı. İbrahim Əleyhisselam ki, odun üstünə düşəndə Cəbrail Əleyhisselam gəlir, deyir ki, bir şey eləyə bilərəm sənin üçün. İbrahim Əleyhisselam soruşur, Allah səni məmur edib ya öz təşəbbüsündür? Deyir ki, yox, öz təşəbbüsündür. Haram yox, şey yoxdur, yəni kəməyə gəlmir. Allah təala buyurur, sən yox. Allahla məmurama girmə. Yusuf Əleyhisselatü Vəsselam hədisəm ki, müxləs məqamına çatmışdı. Amma yenə də o deyildi ki, desin ki, məsələn, mən demirəm heç kəsə, padişah şikayətimi çatdırmaz, Allah özü eləyər. O məqam deyildi. Həm də o gedən adamdan bizə mesaj verir ki, sizə əmanət tapşırılıb, siz yerinə yetirməsiniz, bəzən 7 il bile həbsdə qalacaq. Bəli. Yəni orada hər hansı Yusuf Peyğəmbərin şəninə bir xələl gəlmir.